إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وآله وسلم أما بعد السلام عليكم ورحمة الله وبركاته. Əziz qardaşlar, bugün götürəcəyimiz dərs mövzu Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəti barədə olacaq. Yəni Allah Resulü aleyhissalatü və səlləmin sünnətinin eyni ilə Qur'an kimi hüccət olması barədə. Yəni dərsin ünvanından aydındır ki, mövzu müasir dönəmdə hədis inkarçıları kimi tanınan tayfaya və onların əsas şübhələrinə cavab olacaq. Təbii ki, mövzu geniş mövzudur. Ona görə adam bilmir ki, yəni mövzuna hardan başlasın. Lakin başlanğıc olaraq, müqəddimə olaraq ilk öncə bir şey bilmək lazımdır ki, yəni hər bir müsəlman bilməlidir ki, Allah Resulü aleyhissalatü və sələmin sünnətinin Qur'anın müqabilində 3 vəzifəsi var. 3 vəzifəsi. Və o vəzifələrdən birisi hansıdır? Yəni sünnə Qur'anı təsdiq edəndir. Bu birincisidir. Yəni məsələn, Allah Qur'anda nəyisə əmr edib, nəyisə qadağan edib, hökm olaraq nəyisə qoyub və sünnədə həmin şeyi təsdiqləyib və ya təkrar edib. Bu sünnənin birinci vəzifəsidir. Yəni Qur'anı təsdiq etməsi. Və ikinci vəzifəsi sünnənin Qur'an qarşısında Qur'anı bəyan etməsi. Yəni Qur'anı şərh etməsi. Qur'ana izah verməsi. Bu da ikinci vəzifəsidir. Yəni məsələn Allah Azze və Cəllə buyurur ki, Əqimussalah və atuz zəkə, namaz qılın, zəkat verin. Lakin namazın qılınması, forması, zəkatın verilmə qaydası Qur'anda qeyd olunmuyub. Və bunu qeyd edən, açıqlayan sünnədir. Bu sünnənin ikinci vəzifəsidir. Qur'ana müqabil. Ki, Qur'anı şərh edir. Və sünnənin üçüncü vəzifəsi hansıdır? Qur'anda olmayan bir hökmü müstəqil olaraq sünnənin hökm kimi qoyması. Bu sünnənin vəzifələrindən birisidir. Yəni, ola bilsin bir hökm, bir əmir və bir qadağa Qur'anda yoxdur. Lakin sünnə gəlir, həmin məsələni hökm kimi qoyur. Nəyisə əmr edir və ya nəyisə qadağan edir. Bu sünnənin 3 vəzifəsidir. Məsələn, misal olaraq, cənazənin yuyulması, cənazənin kəfənlənməsi və ya müsəlman qəbirstanlığında bastırılması, bunların Qur'anda əsli var və ya Qur'anda buna bir işarə var, yoxdur. Bunlar hamısı sünnədə varid olub. Ona görə sünnəni inkar edənlər, xüsusən də sünnənin bu növünü, onlar maraqlıdır. Yaxınlarından biri öləndə onu necə bastırırlar? Məsələn, biz bunu Azərbaycanda bir dəfə gördük. O özünü Rasul elan edənlərdən birisi Hamlet. Bəlkə görmüsünüz, yerləşdiriblər. Anası vəfat edəndə onu necə bastırır? Yumadan, kəfənləmədən, yatağından götürür, atırlar bir salafanın klokun içinə, elə yerdə də sürtlüyüb, bastırırlar və deyəndə də nə deyir? Həmin adam danışanda, bunlar düzdür özlərini Rəsul elan ediblər, lakin bunların fikirlərinin əsli nədir? Qur'anilik, dırnaq arası. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətini inkar etmək. Və əsas olaraq orada nəyi gətirir, danışır? Deyir, çünki bunların heç biri Qur'anda varid olmuyub. Düz deyir, düz deyir. Varid olmuyub. Qur'anda yoxdur ki, cənazəni kəfənləyəsən və ya qusul verəsən və s. və ilə axır. Bunlar hamısı sünnədə varid olub. Deməli, sünnə Qur'andan kənar müstəqil hökm qoya bilər, bilməz. Hökm qoya bilər. Və ya başqa bir misal, məsələn, 2 bacını eyni anda almaq. Haramdır, halal. Haramdır, Qur'an ilə. Lakin qadını
öz bibisi ilə birlikdə almaq və ya bir qadınla xalası ilə birlikdə evlənmək olar olmaz. Olmaz. Quranda olmaz deyə bir dəlil var? Yoxdur. Bunu qadağan edən nədir? Sünnə. Ona görə sünnəni inkar edənlər gərək bunu icazəli görsünlər. Halal bilsinlər. Çünki Quranda belə bir qadağan olmadığına görə. Resulullah burada nə var ki? Paltarları lazımsız paltardır. Bunu soyundurmağa ehtiyac yoxdur. Murdarlıqdır artıq bu. Biz Allahın izni və yardımı ilə götürürük özünü altdan çikinlərdən giririk, götürürük və sonra meyləti ayısı və salam. Belə də qoyduq. Burada nə var ki? Bu Allahın qanunudur. Olduğu kimi necə lazımdır. İndi onun başını bük. Başını bükür. Çəkirsən də ölçək yox. Sən nasıl biliriz belə, əli yoxdur sabi. Şimdi buradan bunu inşallah belə örtdük və bunu da belə örtdük. Vəssalam. Möhkəm bağlı, möhkəm. Göz. Kravatı da öyle. İslam dinində insanların dəfn edilməsi, bastırılması, yandırılması ilə bağlı konkret bir əmr yoxdur. Çünki İslam dininin yeganə mənbəyi olan Qurandır. Məsələn, mən müxtəlif ölkələrdə, Nepalda olarkən də, Hindistanda olarkən də həmin o cəsədlərin yandırılması ilə bağlı proseslərdə iştirak eləmişəm. Onların da özlərinə uyğun olaraq bir adət-ənənəsi, bunu həyata keçirilməsi üçün müxtəlif odunlardan istifadə edilməsinə şahid olmuşam. Yəni, burada bir prosesdir. Bunu səhv elədiklərini iddia eləyə bilmərik. Bu doğru bir yanaşma olmaz. Amma dediyim kimi, İslam dininin yeganə mənbəyi olan Quran bizə bununla bağlı xüsusi bir əmri, buyruğu, tapşırığı yoxdur. Xülasə, dərsin ünvanından da bəlli olduğu kimi, mövzu nədir? Mövzu budur ki, Əs-sünnə hüccətün kəl-Qur'an. Yəni, sünnədə Qur'an kimi hüccətdir. Hüccət nədir? Yəni, dəlil. Yəni, şəriətin məsdərləri var. Şəriətin, dinin məsdərləri var, mənbələri var. Və biz bu mənbələrdən Allahın dinini öyrənirik. O mənbələrdən birisi hansıdır? Qur'an. Və həmçinin o mənbələrdən birisi də eyni ilə Qur'an kimi dəlil sayılan sünnədir. Bunu dedik. İndi sual versək ki, sünnənin hüccət olduğunun dəlili nədir? Baxın, bu dərsdə ona dair 3 dənə dəlil qeyd edəcəyik. Ki, sünnədə Qur'an kimi hüccətdir. 3 dənə dəlil, yəni 3 yöndən. Birinci odur ki, sünnə ona görə Qur'an kimi hüccətdir ki, çünki sünnədə Qur'an kimi vəhidir. Ona görə. Yəni, Qur'an Peyğəmbər sallallahu aleyhi və səlləmə Allah tərəfindən nazil olduğu kimi sünnədə nazil olub. Yəni, Allah Rasulü öz havasından nə gəldi, necə gəldi təyin etməyib. Sünnənin ümumi mənası vəhidir və Allahdandır. Sünnə vəhi olduğuna görə bu birinci dəlildir. Ona görə sünnədə Qur'an kimi hüccətdir. Bunu bildik. İndi qaldı nə? Qaldı o ki, sünnənin Qur'an kimi vəhi olduğunu ispat edək. İndi mən soruşsam ki, sünnənin Qur'an kimi vəhi olduğunun dəlili nədir? Kim deyər? Buyur. Quran-Kərimdə Allah Subhanahu ki, Muhammed öz havası ilə "Və mə yantiqu anil hava in huwa illa vahyu yuha." Bəli. Allah Rasulü nə danışırsa öz havasından danışmır. Bütün danışdığı nədir? Vəhidir. Bu açıq aydın dəlildir. Bizə nisbətdə bəli. Amma hədis inkarçılarına nisbətdə yox. Yəni, məsələn, bu qardaşın qeyd elədiyi ayəyə müqabil
bir neçə yöndən şübhə gətirə bilər. Məsələn, birini deyirəm. Deyəcəklər yox, deyirlər ki, وَمَا يَنْتُقَ عَنِ الْهَوَا اِنْ هُوَ إِلَّا وَحِيُّ يُوحَى. Yəni, Peyğəmbər nə danışırsa, vəhiy ilə danışır, yəni Quranla. Deyəcəklər, ayənin mənası budur. Deməli, ayə dəlil olmadı ki, sünnə vəhiydir. Yəni, Peyğəmbər nə danışırsa, nəfsindən danışmır. Nəyinə danışır? Vəhiy ilə, yəni Quranla. Deməli, bu ayə Quranın vəhiy olduğunun dəlili oldu, sünnənin yox. Belə desə, nə deyəcəksən? Deməli, bu dəlil, qardaşın qeyd elədiyi dəlil, bu möhtəməl dəlildir. Yəni, bu dəlilin qabağına cürbəcür şübhələrlə çıxa bilərlər. Ona görə daha qüvvətli dəlil, təbii ki, dəlillər çoxdur. Mövzu nədir? Mövzu odur ki, deməli, sünnədə Quran kimi vəhiydir. O dəlillərdən birisi hansıdır? Əsas dəlil və əsas dəlillərdən birisi Allah Azza və Cəllə buyurur ki, təbii ki, dərs əsnasında ayələri zikr edəndə surə və ayələrin nömrəsini qeyd edəcəm. Hətta dərsi dinləyənlər qayıdıb həmin surələrdə ayələrə baxsınlar və diqqətlə oxusunlar o ayələri. Uca Allah Ən-Nisa surəsi 113-cü ayədə buyurur ki, وَأَنْزَلَ اللّٰهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةِ. Allah sənə kitabı və hikməti nazil etdi. Fikir verin ayəyə. Bu ayə açıq aydın dəlildir ki, hələn biz onu danışmırıq. Hikmət nədir? Biz bunu müzakirə etmirik. Mərhələ-mərhələ gedirik. Bu ayə açıq aydın dəlildir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə nazil olan şey bir dənə olmuyub. Quran olmuyub. Niyə? Çünki Allah özü deyir. Ödə bu bir ayədə gəlməyib, bir neçə ayədə. Mən sadəcə olaraq çox uzanmasın deyənə bir ayə qeyd edirəm. Ən-Nisa 113-cü ayə. وَأَنْزَلَ اللّٰهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةِ. Allah sənə, ey Muhammed, kitabı nazil etdi, yəni Quranı, vəl-hikmə və hikməti. Hələn bunu müzakirə etmirik, burada hikmət nədir? Amma bu ayədən açıq aydın bilinir ki, Allah Rasuluna nazil olan vəhiy tək Quran deyil. Və burada hədis inkarçılarına, Qur'anilərə açıq aydın rədd var. Niyə? Çünki onlar ağız dolusu iddia edirlər ki, Allah Rasuluna vəhiy olaraq nazil olan bir şey var. O da Qur'an. İkinci şey yoxdur. Çünki Allahın yeganə vəhyi var. Yeganə vəhyi də bu kitabdır. Vəssalam. Bundan başqa Peyğəmbərin hədislərinə, Peyğəmbərin sözlərinə, Peyğəmbərin təqrir deyirlər. Ona heç kimin, heç bir zaman, heç bir şəkildə vəhy deməsi mümkün deyil. Səncə ümumiyyətlə heç bir hədisə inanmaq olmaz, əməl etmək olmaz? Heç bir hədisi vəhy olaraq qəbul eləmək olmaz. Amma Allah Azza və Cəllə deyir, xeyr, ikinci şey var. وَأَنْزَلَ اللّٰهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةِ. Allah sənə kitabı və hikməti nazil etdi. İndi ona qaydası yox, hikmət nədir? Digər ayədə, bu da Quranda çox yerdə gəlib. Məsələn, Bəqərə surəsi 151-ci ayə, Əli İmran 164, Cümə surəsi 2-ci ayə və s. ayələrdə Uca Allah buyurur ki, وَيُعَلِّمُكُمُ الْكِتَابَ وَالْحِكْمَةِ. Allah öz Rasulunu vəsf edəndə belə vəsf edir ki, o, Peyğəmbər aleyhissalatü vesselam sizə həm kitabı öyrədir, həm də hikməti. Burada da Qur'anlara açıq aydın dəlil var. Biz ələm danışmırıq hikmət nədir, gələcək ora. Amma bu ayədən də bildiyi ki, deməli Allah Rasulü hədis inkarçılarının iddia etdiyi kimi öz əshabına, ümmətinə təkcə Quran öyrətməyib. Qur'andan başqa da bir şey öyrədib. Elə bir şey ki, o ona nazil olub. Dəlil, bayaq qeyd etdiyimiz ayə. وَأَنْزَلَ اللّٰهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةِ. Allah sənə kitabı və hikməti nazil edib. Ayələri ona görə bəzən təkrarlayıram ki, hətta ayələr arasında bağlantıya fikir verin. Və sonra açırıq Qur'anı, sıravi bir müsəlman kimi, heç kəsə qulaq asmadan oxuyuruq və görürük ki, Uca Allah Əhzab surəsi 34-cü ayədə Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcələrinə xitabən belə buyurur ki, وَذْكُرْنَ مَا يُتْلَى فِي بُيُوتِكُنَّ مِنْ آيَاتِ اللّٰهِ وَالْحِكْمَةِ. Ey Peyğəmbər zövcələri,
evlərinizdə oxunan Allahın ayələrini və hikməti xatırlayın. Yada salın, unutmayın. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmin nübüvvət evində, ocağında təkcə Qur'an xatırlanmırdı. Qur'anla paralel xatırlanan, oxunan, yad edilən başqa bir şey var idi. Müzakirə edilən, öz aralarında danışdıqları başqa bir şey də var. İndi ayələrə fikir verin. Deməli, Allah Azza və Cəllə dedi ki, Allah Muhammedə aleyhissalatu vesselamə təkcə Qur'an nazil etməyib. Kitabı, bir də hikməti. Deməli, Allah Rasulundan nazil olan təkcə Qur'an deyil. Digər ayədə gördük ki, Allah Resulü aleyhissalatu vesselam ümmətinə təkcə kitabı öyrətməyib. Kitabla birlikdə həm də hikməti. Və nə qəribə təsadüfdür ki, və Allah Rasulunun evində də təkcə Qur'an müzakirə olunmayıb. Həm də onunla birlikdə nə? Hikmət. İndi sual. Bu hikmət nədir? Bax, hədis inkarçılarına deyirik. Bugün ümmət olaraq İslam ümmətinin əlində Qur'anla paralel, Qur'anla yanaşı, sünnədən başqa bir şey var? Heç bir şey yoxdur. Hələ müzakirə etmirik, hikmət nədir? Müzakirə etmirik, heç kəsi məcbur da etmirik ki, deyəsən ki, burada hikmətdən məqsəd sünnədir. Məcbur etmirik. Niyə? Çünki birazdan özün məcbur olub deyəsən bunu, ona görə. Bütün İslam ümmətinin, baxın, məzhəbindən asılı olmayaraq, qəbul elədiyi bir şey var. Bugün əlimizdə, sən qəbul edirsən, etmirsən, başqadır. Əlimizdə Qur'anla yanaşı sünnədən başqa bir şey var, sünnədən başqa bir şey yoxdur. Və biz iddia edirik ki, müsəlmanlar iddia edir ki, bu ayələrdə qeyd olunan, Peyğəmbərə nazil olan və Peyğəmbərin ümmətinə öyrətdiyi hikmət məhz sünnədir. Niyə? Çünki alternativ, buna alternativ sənin başqa deyəcəyin bir şey də yoxdur. Uzaqbaşı nə deyə bilərlər? Deyə bilərlər ki, bu ayədə qeyd olunan hikmət Qur'anın açıqlanmasıdır. Yəni biz sənə hikmət kitabı və onun açıqlanmasını endirdik. Peyğəmbər öz ümmətinə kitabı və hikməti, yəni o kitabın bəyanını öyrədirdi. Əgər belə desələr, cavab olaraq deyəcək ki, qoy olsun. Elə məgər sünnə bu deyil. Artıq özün etiraf elədin ki, artıq bu sünnədir. Elə sünnə Qur'anın bəyanıdır da. Biz də elə bunu deyirik də. Həm də fikir verin, burada Allah Azza və Cəllə necə ayırır? Açıq aydın. Və ənzəlallahu aleykəl kitab. Ayəni burada durduq. Allah sənə kitabı nazil etdi. Elə vəl hikmə. Və o cümlədən də hikməti. Yəni bu kitabdan ayrı bir şeydir. Elə bir şey ki Allah Rasuluna nazil olub. Kitab kimi müstəqil. Ayədən başa düşülən başqa bir məna yoxdur. Və ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətinə və yuallimukumul kitabə vəl hikmə. Həm kitabı öyrədirdi, həm də hikməti. Allah Rasulü tək ümmətinə kitabı öyrətməyib. Və burada da Qur'anlərə cavab var. Niyə? Çünki onlar iddia edirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vəzifəsi bir dənə olub. O da nə? İnsanlara Qur'anı çatdırmaq. Və salam. Bundan başqa Allah Rasulunun vəzifəsi olmayıb. Yəni, ümmətinə kitabı oxumaq. Qul ya eyyuhəl kafirun, la a'budu ma ta'budun. Nazil oldu, gəlib deyirdi ki, Qul ya eyyuhəl kafirun, la a'budu ma ta'budun. Və salam. Ya eyyuhəl-ləzīnə əmənu. Ayə nazil olurdu, Allah Rasulü gəlirdi ki, ya eyyuhəl-ləzīnə əmənu. Ey iman edənlər, belə-belə edin, belə-belə etməyin. Vəzifəsi bu olub. Başqa şey olmuyor. Uca Allah kitabında elçi göndərməkdə məqsədin ona göndəriləni insanlara oxuması olduğunu qeyd eləyir. Rəd surəsində deyir ki, sənə vəhy etdiyimizi onlara oxuyasan deyə göndərir. Amma Allah Azza və Cəllə elə demir. Buyurur ki, və yuallimukumul kitabə vəl hikmə. Onlara həm kitabı, həm də hikməti öyrədirdi. Həmçinin, baxın qardaşlar, biz həmçinin Qur'anda bir yerdə yox, Qur'anda bir çox yerdə açıq aydın ayələr var ki, o ayələri oxuyan, diqqətlə oxuyan
adam hemen anlayır ki Allah Resuluna nazil olan vahiy təkcə Quran değildi. Çünkü hadis inkarçıları bunu iddia edirlər ki Allah Resuluna vahiy olarak nazil olan bir dənə şey olub, o da Quran. Çünki Allahın sonuncu elçisinə göndərdiyi yeganə vəhy Qurandır. Quran bunun əksini deyir. Məsələn, Ali İmran suresi 124-cü ayə. Bu ayə Bədir döyüşü qabağı, Bədir döyüşü barədə nazil olan ayələrdən birisidir. Müsəlmanlara təskinlik kimi nazil olub. Çünki müsəlmanların sayı az idi, kafirlərin sayı çox idi. Və Allah Azza və Cəllə bu ayədə buyurur ki: İz təquli lil mu'minin ələn yəkfiyyəkum ən yumiddakum rabbukum bi 3000 minəl mələikəti munzəlin. Ey Peyğəmbər, sən bir zaman, o Bədirdən qabaq, möminlərə deyirdin ki, məgər Rəbbinizin 3000 mələklə, göydən enən 3000 mələklə sizə kömək etməsi, sizin yardımınıza gəlməsi sizə bəs etməyəcək döyüş vaxtı. İz təquli lil müminin. Ey Peyğəmbər, xatırla ki, bir vaxt sən möminlərə belə deyirdin. Deməli, bu ayədən biz nəyi öyrəndik? Deməli, doğrudan da Allah Resulü aleyhissalatu vesselam Bədir döyüşündən qabaq müsəlmanlara müjdə olaraq nə demişdi? Allahın dediyini. Demişdi ki, sizə Allahdan enəcək 3000 mələk bəs eləmir. İndi sual. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu hardan bilirdi? Hardan bilirdi ki, Bədir döyüşündə 3000 mələk enəcək? Sual. Bunu bilməyin vəhiydən başqa yolu var? Yox. Bu, Quranda harda qeyd olunub? Heç yanda. Deməli, bu Qur'andan kənar vəhiy ilə Peyğəmbərə bildirilib ya yox? Allah Rasuluna bildirilib. Deməli, Allah Rasuluna Qur'andan başqa da vəhiy nazil olurdu ya yox? Vəhiy nazil olurdu. Biz hələm sünnənin özünü müzakirə etmir ya. Sadəcə olaraq onların deməsi ki, Allah Rasuluna, çünki əsas şübhə budur. Onlar deyəndə ki, sünnə vəhiy deyil. Niyə? Çünki Allah Rasuluna Qur'andan başqa vəhiy nazil olmayıb. Bu da vəhiy. Və məsələn, başqa ayə və ya başqa hadisə, hamının bildiyi, hamının qəbul etdiyi və Qur'anda da sabit olan məsələlərdən birisidir. Biz tarixi şeylərdən misal gətirmirik. Biz elə şeylərdən misal gətiririk ki, hamısı Qur'andan. Hətta hədis inkarçıları inkar edə bilməsin bunları. Məsələn, müsəlmanlar bir müddət namazlarını Beytül Məqdisə doğru qılırdılar. Bir müddət. Və sonra ayə nazil olur ki, فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا. Biz səni razı qalacağın qibləyə yönəldəcəyik. فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ. Elə isə üzünü Məscidül Harama tərəf tut. Bu Quranda ayədir. Bəqərə surəsi 144-cü ayə. Bu ayə nazil olandan sonra müsəlmanlar üzlərini hara tutdular? Məscidül Harama. Müsəlmanların Məscidül Harama tərəf üst tutmaları bu ayə ilə sabit oldu. Bəs Beytül Məqdisə tərəf üst tutmaları hansı ayə ilə sabit olmuşdu? Var Quranda belə bir ayə. Tamam, öz başına eləmişdilər bunu. Nəyə əsasını eləmişdilər? Peyğəmbər sallallahu aleyhi və səlləm onlara əmrləmişdi ki, Beytül Məqdisə doğru namaz qılsınlar və qıldılar. Və bu da vəhiydən başqa bir şey nə mümkündür ya yox? Vəhiydən başqa bir şey nə mümkün deyil. Və Beytül Məqdisə doğru namaz qılın deyə Quranda bir ayə də yoxdur. Bu özü dəlildir ki, sünnə nədir? Vəhidir. Niyə? Bayaqlar qardaşın qeyd etdiyi ayə. وَمَا يَنْتُقَ عَنِ الْحَوَا إِنْ هُوَ إِلَّا وَحْيُ يُوحَى. Allah Rasulü öz havasından danışmırdı. Nə danışırdısa danışdığı vəhiy idi və ona görə müsəlmanlara deyəndə ki, Beytül Məqdisə doğru namaz qılacağıq, bunu da öz havasından deməmişdi. Bu da vəhiy ilə olmuşdu. Lakin o vəhiy Quranda görmürük. Açıq aydın dəlildir ki, sünnə vəhiydir.
Və başqa bir ayə, o da Təhrim surəsi 3-cü ayə. Fikir verin, Quranda olan ayələrdir. Oxuyanda açıq aydın bilirsən ki, Allah Rasuluna Qur'andan başqa da vəhiy nazil olurdu. O hadisələrdən birisi Təhrim surəsi 3-cü ayədə qeyd olunub. Uzun ayədir. Peyğəmbər sallallahu aleyhi və səlləm ayənin xülasəsini deyirəm. Zövcələrindən birinə bir sir vermişdi və o zövcəsi o sirri Peyğəmbərin başqa zövcəsinə demişdi. Sonra Allah azza və cəllə bunu Allah Rasuluna xəbər verir. Həmin ayədə buyurur ki, və azharahullahu aleyh. Və sonra Allah bunu Peyğəmbərə xəbər verdi. Həmin yoldaşının etdiyi o sirri ki, başqa qadına demişdi, və azharahullahu aleyh. Sonra Allah bunu Peyğəmbərə xəbər verdi. Allah bunu Peyğəmbərə necə xəbər verdi? Bunun vəhiydən başqa bir yolu var ya yoxdur? Vəhiydən başqa bir yolu yoxdur. Və Allahın bu hadisəni Peyğəmbərə xəbər verməsi Qur'anda başqa yerdə sabit olub? Sabit olmayıb. Deməli, Allah Rasuluna Qur'andan başqa da vəhiy nazil olurdu. Ona görə ayənin davamına fikir verin. Ayənin davamında Uca Allah buyurur ki, فَلَمَّا نَبَّأَهَا بِهِ. O zaman ki, Peyğəmbər bunu bildiyini həmin zövcəsinə dedikdə, qalət. Zövcəsi dedi ki, mən ənbəəkə hədə. Bunu sənə kim xəbər verib? Qalə nəbbəəniyəl alimul xabir. Allah Rasul dedi ki, bunu mənə hər şeyi bilən və hər şeydən xəbərdar olan Allah xəbər verib. Nə ilə? Vəhiydən başqa bir yolu var? Yox. Tamam, Allahın Peyğəmbərə bu hadisəni xəbər verməsi Qur'anda harda qeyd olunub? Heç yanda. Bu dəlildir ki, Qur'andan başqa da Peyğəmbərə vəhiy nazil olurdu. Bu hələn fikir verin. Ailə məişət zəmnində olan bir hadisədir ya. Belə bir hadisəyə görə Peyğəmbərə vəhiy nazil olur. Şəri məsələlərdə necə? Və onun da misalını gördük. Məsələn, bayaqlar qeyd elədiyimiz Beytül Məqdisə doğru namaz qılmaq bu şəri məsələdir, ibadətlə əlaqəli məsələdir və şək yoxdur ki, Peyğəmbər bunu ümmətinə əmr eləmişdi, Rəbbindən aldığı əmr ilə, vəhiy ilə və o vəhiyi Quranda görmürük. Deməli, bütün bunlar açıq aydın dəlildir ki, vəhiy, sünnə, Quran kimi vəhiydir. Bu birinci məsələ, bunu tamamladıq. Deməli, biz əvvəldə deyəndə ki, Quran, daha doğrusu sünnə, Quran kimi hüccətdir, dedik, bunu biz bir neçə yöndən ispat edəcəyik. Bir neçə yöndən izah edəcəyik. Ki, doğrudan da sünnədə Allahın dinində Quran kimi hüccətdir. O dəlillərdən birisi hansı oldu? Qeyd elədiyimiz dəlil. O da hansıdır? Ki, sünnə Quran kimi vəhiydir. Ona görə Quran kimi hüccət sayılır. İkinci dəlil nədir? İkinci dəlil budur ki, sünnədə Quran kimi hüccətdir. Niyə? Ona görə ki, Allah Azza və Cəllə Qur'ana tabi olmağı əmr etdiyi kimi Rasuluna da tabi olmağı əmr edib. Ona görə. Uca Allah məsələn bir çox ayədə Qur'anda buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu əti'ullah və əti'ur Rasul. Ey iman edənlər, Allaha və onun Rasuluna tabi olun. Allaha tabiçiliyi ayrıca qeyd elədi, Rasula tabiçiliyi ayrıca qeyd elədi. Sizcə bu ayələr, bu qəbildən olan ayələr, bilirsiniz Quranda çoxdur. Məsələn, bu ayə Muhammed surəsi 33-cü ayədir. Ey iman edənlər, Allaha və onun Rasuluna tabi olun, öz əməllərinizi puç etməyin. Yəni, Allah və Rasuluna tabi olunmadan edilən əməllər puçdur. Sizcə bu ayələr qətidir, açıqdır? Cavab bəli. Elə hədis inkarçıları bunu bildiklərinə görə bilirsiniz hansı şübhənə gəliblər? Məsələn, bizdəki və başqa ölkələrdə olanlar, onlar məcbur olub deyiblər ki, bu və bu qəbildən olan ayələr ki var, bu ayələrdə Allahın zikr etdiyi Rəsuldan məqsəd Peyğəmbər sallallahu aleyhi və səlləm deyil.
Bəs nədir? Ona göndərilən söz, kəlam, yəni Qur'andır. Və belə də təvil ediblər. Belə də deyiblər. Bizdəki də belə deyir. Deyir ki, bu ayə ki var ha. Atiullah və atiur rasul. Allaha və Rasuluna tabi olun. Burada deyir, Rasula tabi Peyğəmbər deyil. Burada Rasul Peyğəmbərə verilən kəlmədir. Peyğəmbərə verilən kitabdır. Yəni oradakı məsələ Peyğəmbər deyil. Rəsul sözünün də ilk olaraq lüğətlərə baxdığımız zaman mənası göndərilən sözdür. Şəxs deyil birinci. Çünki şəxslər ikinci dərəcəlidir orada. Ona görə bizim problem orada olur. Ona görə biz Rəsula itayəti, Peyğəmbərə itayət kimi başa düşdüyümüzə görə deyirik ki, fikirləşirik ki, məsələn bu hədisə itayət kimi başa düşülür. Rəsul Məhəmməd Peyğəmbər deyil. Rəsul nədir? Rəsul bir elçinin sözüdür. Yəni Allahın elçisi vasitəsilə çatdırdığı sözüdür. Ona görə də Rəsul anlayışı bizim bildiyimiz mənada Peyğəmbərin şəxsi deyil. Tamam. Elə olsa, onda ayənin mənası necə olur? Bunu niyə deyiblər? Çünki bunu deməyə məcbur olublar. Çünki Allah Azza və Cəllə ayədə Allaha və Rasuluna tabiçiliyi ayırır. İndi baxın, bu ayəni 21-ci əsrdə bir müsəlman oxuyur. Hə? Və Peyğəmbər sallallahu aleyhi və səlləm də sağ deyil. Oxuyur ki, ey iman edənlər, o da özünü bu xitabın müxatabı sayır, iman əhlindən görür, müsəlman sayır. Atiullah, Allaha tabi ol. Hə? Həmən ağla nə gəlir? Baxın, bu ayəni uşaq, böyük, alim, çoban, ərəb, qeyri-ərəb, kimə istəsən verin. Allaha tabi olun, ağla nə gəlir? Yəni Allahın kitabına bugün bir müsəlman Allaha necə tabi olacaq? Allahın kitabına tabi olmaqla. Bitdi məsələ. Ayə deyir, bitmədi. Və ati'ur rasul. Və Rasula tabi olun, Allah Rasulullah yanımızda yoxdur. Mən Rasula necə tabi olmalıyam? Deməli, ortada nəsə bir şey olmalıdır ki, ona tabiçiliyim, Rasula tabiçiliyi sayılsın. Ona görə hədis inkarçıların bu dəlilin necə güclü dəlil olduğunun fərqindədirlər. Fərqindədirlər. Dəlil ona görə fərqindədirlər ki, məcbur olublar təvil etməyə. Təvil yox, təhrif etməyə. Bu təvil deyil, bu təhrifdir. Ona görə onlar hədis inkarçılar deyil. Birazdan o məsələyə toxunacağım. Onlar Qur'an inkarçılardır. Sadəcə olaraq hədis inkarçılığı buna açılan qapıdır, körpüdür, yoldur. Məcbur olublar, deyiblər ki, burada Rasuldan məqsəd Allah Rasulü deyil, Peyğəmbər sallallahu aleyhi və səlləm deyil. Nədir? Yəni, ona verilən kitab. Onda ayənin mənası bu olur ki, ey iman edənlər, Allaha tabi olun. Yəni, Allahın kitabına. Və ati'ur rasul. Rasula tabi olun, yəni Allahın kitabına. Ayənin nə mənası oldu? Heç bir mənası olmadı. Tamam. Bunu da qoyduq bir kənara. İndi bu ayəyə fikir verin. A'raf surəsi 157-ci ayədə Uca Allah buyurur ki, Əl-ləzīnə yəttəbi'unə rəsulən nəbiyyəl ummi. O kəslər ki, elçiyə yazıb oxumağı bacarmayan Peyğəmbərə tabi oldular. Bəs deyirdin, Rasuldan məqsəd kitabdır. Əl-ləzīnə yəttəbi'unə rəsulən nəbiyyəl ummi. Açıq aydın ayədir. Düzdür, bu ayə ehtiyac da yoxdur. Madəm ki var belə bir ayə, Quranda gətiririk. A'raf surəsi 157-ci ayə. O kəslər ki, yazıb oxumağı bacarmayan Peyğəmbərə, Rasula tabi oldular. Deməli, Rasuldan məqsəd kimdir? Ummi olan, yazıb oxumağı bacarmayan Peyğəmbər sallallahu aleyhi və səlləm. Və çox maraqlıdır, elə həmin ayənin davamında Uca Allah buyurur ki, وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَائِثِ. O Peyğəmbər ki, onlara pak şeyləri halal və mundar şeyləri haram edir. Kim? Allah Rasulü. Pak şeyləri halal edir, mundar şeyləri haram edir. Və məsələn, başqa bir ayə, Əhzab surəsi 36-cı ayədə Uca Allah buyurur ki, وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللّٰهِ. Ayəni özüm burada saxlayıram. Mənası budur ki,
Allah bir məsələdə, bir işə hökm verəndən sonra heç bir mömin kişi və mömin qadına yaraşmaz ki, ən yəkuna lehumul xiyara min əmrihim. Yəni öz istədikləri qərarı versinlər. Heç bir mömin kişi və qadına yaraşmaz. Nə zaman? İzə qadallah əmran. Allah bir işə hökm verəndən sonra öz istədikləri qərarı versinlər. Sual. Allah bir işə hökm verəndən sonra Allah bir işə nə ilə hökm verir? Vəhiy ilə, Qur'anla. Allahın şəri hökmləri hamısı Qur'andadır. Amma ayədə Allah Azza və Cəllə belə demir. Buyurur ki, وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللّٰهُ وَرَسُولُهُ əmra. Allah və Rasulü bir işə hökm verəndən sonra heç bir mömin kişi və qadına yaraşmaz ki, öz istədikləri qərarı versinlər. İzə qadallahu və rasulü. Allah və Rasulü bir işə hökm verəndən sonra. Allahın bir işə hökm verməsini bildik. Qur'anda olan hökmlərdir. Bəs bir işə Allah Rasulunun hökm verməsi nədir? Bunu gedib düşünsünlər. İndi fikir verin, elə həmin ayənin davamında, bu ayədən sonra, Əhzab 36-da, Yüce Allah davamında buyurur ki, وَمَنْ يَعْسِ اللّٰهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُب۪ينًا. Və kim Allaha və Rasuluna asi olsa, o açıq aydın bir zəlalətdədir. O da çox qəribədir. Çox qəribədir. Necə olur ki, bütün bu ayələrin hamısında Allah və Rasulü, Allah və Rasulü, Allah və Rasulü. Niyə belə gəlir? Əgər Rasulun funksiyası, vəzifəsi elə təkcə Qur'anı insanlara mücərrəd olaraq oxumaq idisə, elə Allaha, Allahın kitabına itayət kifayət edirdi. İzə qadallahu və rasuluhu nədir? Allah və Rasulü bir işə hökm verəndən sonra, Allahın Rasulü bir işə hökm verir, bəli, bir işə hökm verir. Pis şeyləri haram edir, pak şeyləri halal edir. Deməli, biz bildik Rasul kimdir? İndi Həşr surası 7-ci ayəyə baxın. وَمَا آتَاكُمُ الرَّسُولِ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا. Rasul sizə nəyi verdisə onu götürün, sizi nədən çəkindirdisə ondan çəkinin. Və ya Əl-İmran surası 31-ci ayə, Uca Allah buyurur ki, qul, Peyğəmbərə əmr edərək xitabən, onlara de ki, in kuntum tuhibbunallah fəttəbi'uni. De ki, əgər siz Allahı sevirsinizsə, mənə tabi olun ki, Allah sizi sevsin və sizi bağışlasın. Və sonra Uca Allah başqa bir ayədə, bu ayədə maraqlıdır, nə yöndən? Hansısa hədis inkarçısı bu ayəyə necə əməl edir və ya necə əməl edə bilər? Uca Allah buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ. Həqiqətən də sizlər üçün Allahın Rasulunda gözəl bir nümunə örnək var. Deməli, bu ayədən nəyi başa düşdük? Allah Rasulü bizim üçün gözəl nümunə, gözəl bir örnəkdir. Yəni, hər bir iman əhli Peyğəmbərə özünə nə götürməlidir? Nümunə götürməlidir. Tamam, necə? Sünnəti inkar edəndən sonra Allah Rasulunu necə nümunə götürəcəksən? Yəni, bu ayə sünnət inkarçısı necə əməlliyir? Hə? Qur'anda Peyğəmbər sallallahu aleyhi və səlləmin demək olar ki, adından başqa heç nə yoxdur. O da ki, Qur'anda adı ən az zikr olunan Peyğəmbərlərdəndir. 4-5 yerdə. Allah Rasulunun həyatı barədə, vəsfi barədə, hətta insanlar onu bilsin və özünə nümunə, örnək götürsünlər deyə Allah Rasulü barədə Qur'anda nələr var? Demək olar heç nə. Hamısı onun sirasında və sünnətindədir. Elə isə bu ayəyə hədis inkarçısı necə əməlləyəcək? لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ. Həqiqətən də sizlər üçün Allah Rasulunda gözəl bir nümunə və örnək var. Sünnəti inkar edən birisi bu ayə ilə heç vaxt əməl edə bilməz. Xülasə olaraq, bu da ikinci əsas idi. O da nə? Allah Qur'anda həm də Rasuluna tabi olmağa əmr edib. Deməli, sünnə Quran kimi hüccətdir
Ona görə ki, Allah Rasuluna tabi olmağı Quranda əmr edib. Və üçüncü əsas, sünnə Quran kimi hüccətdir. Ona görə ki, sünnə Quranı bəyan edir. Sünnə Quranı açıqlayır. Ona görə də sünnə Quran kimi hüccətdir. Bunun dəlilləri var Quranda. Dəlilləri var, həm də kifayət qədər. Məsələn, Cümə surəsi 2-ci ayə. Bu ayəni oxumamışdan qabaq yenə də xatırladıram, bu önəmlidir. Baxın, hədis inkarçıları Allah Resulü Aleyhisselatü Vesselam'ı necə görürlər? Mücərrəd olaraq Quranı təbliğ edən vasitəçi. Qutardı. Ona Quran nazil olub, bayaq qeyd elədiyim kimi. Qul ya eyyuhəl kafirun. Ayə nazil oldu, o da gəlir deyir, Qul ya eyyuhəl kafirun. Qutardı. Yəni Allah Rasulunun başqa bir funksiyası olmayıb. Mücərrəd olaraq Qur'anı nə eləmək? Oxumaq. Uca Allah kitabında elçi göndərməkdə məqsədin ona göndəriləni insanlara oxuması olduğunu qeyd eləyir. Rəd surəsində deyir ki, sənə vəhy etdiyimizi onlara oxuyasan deyə göndərir. Eləmi? Bu sənin dediyin, bu sənin bizə tanıtdığın və ya tanıtmaq istədiyin Peyğəmbərdir. İndi görək Allah özü öz kitabında Peyğəmbərini necə vəsf edir? Cümə surəsi 2-ci ayədə buyurur ki, Huvəl-ləzi ba'asə fil-ummiyyinə rasulən minhum. O Allah hansı ki, yazıb oxumağı bacarmayan insanlara onların öz içindən Peyğəmbər göndərdi. Bildik. İndi bu Peyğəmbər neyiniyir? Yətlu aleyhim əyətihi və yüzəkkihim. Onlara Allahın ayələrini oxuyur və onları təmizləyir. Buracan Qur'anilərin dediyidir ya yox. Buracan hədis inkarçılarının dediyidir. Onlar da bunu deyirdilər ki, Peyğəmbərin vəzifəsi yalnız budur. İnsanlara Allahın kitabını oxumaq. Allah da onu deyir. O Peyğəmbərin vəzifəsi yətlu aleyhim əyətihi. Onlara Allahın ayələrini oxumaq. Sonra Allah Azze ve Celle buyurur. Və yuallimuhumul kitabe vel hikmə. Və onlara kitabı və hikməti öyrətmək. Deməli Peyğəmbər sallallahu aleyhi və səlləmin vəzifəsi mücərrəd olaraq Qur'anın təbliği deyildi. İnsanlara Qur'anı oxumaq deyildi. Hətta bu ayədə hikməti qoy kənara, hələm hikməti qoy kənara. Hətta kitabın özü barədə görün Allah nə buyurur? Birinci buyurdu ki, yətlu aleyhim əyətihi. Onlara Allahın ayələrini oxuyur. Sonra buyurdu ki, və yuallimuhumul kitab. Və o kitabı öyrədir. Başa salır. İzah edir. Onlara bəyan edir. Deməli Allah Rasulü mücərrəd olaraq Qur'anı oxumuyub. Həm də onlara nazil olan kitabı öyrədib, izah edib. Və onunla birlikdə həm də nəyi? Hikməti. O hikmət ki, Peyğəmbərə kitabla birlikdə nazil olub. Bayaqları qeyd elədik. Və sonra başqa bir ayə. Ən-Nəhl surəsi 44-cü ayə. Uca Allah bu ayədə buyurur ki, وَأَنْزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ. Yəni biz sənə zikri endirdik ki, sən insanlara, onlara nazil olanı açıqlayasan, izah edəsən, bəyan edəsən. لِتُبَيِّنَ لِلنَّاسِ. Deməli Peyğəmbər sallallahu aleyhi və səlləmin vəzifəsi mücərrəd olaraq Qur'anı insanlara tilavət etmək deyildi. Allahın nazil etdiyini insanlara mücərrəd olaraq oxumaq deyildi. Açıq aydın ayədir. Ən-Nəhl surəsi 44-cü ayə. لِتُبَيِّنَ لِلنَّاسِ. Biz sənə zikri endirdik ki, sən insanlara nazil olan kitabı onlara bəyan edəsən. Deməli Peyğəmbər sallallahu aleyhi və səlləmin vəzifəsi insanlara nazil olan kitabı bəyan etmək idi. Açıqlamaq idi. Mücərrəd olaraq o kitabı onlara çatdırmaq, oxumaq, tilavət etmək deyildi. Yəni Allah Rasulunun vəzifəsi, necə bu hədis inkarçıları deyir, yəni pastalyon vəzifəsi deyildi. Və məgər Qur'anın sünnədən başqa
bugün əlimizdə başqa bir bəyanı var? Əlbəttə ki, yox. Deməli, bu və bunlardan da kənar Quranda bir çox ayələr var ki, Allah Azza və Cəllə o ayələrdə açıq aydın bildirir ki, deməli, sünnə, yəni Allah Rasulü aleyhissalatu vesselam və onun kəlamları Qur'anın izahıdır. Qur'anın bəyanıdır. Qur'anı açıqlayan mənbədir. Məsələn, misal çox bəsit. Qur'anda bunun misalları onlarla yox, yüzlərlədir. Əqimus salah və atuz zəkə. Namaz qılın, zəkat verin. Allah Azza və Cəllə əmrlədi. Qur'anda namaz necə qılınmalıdır, zəkat hansı qaydada verilməlidir? Var? Yoxdur. Bunu izah edən, açıqlayan nədir? Sünnə. Tamam. Onlar bunun müqabilində nə şübhə gətirirlər, bilirsiniz? Kim bilir? Hə? Nə deyirlər bunun müqabilində? Məsələn, biz deyəndə ki, Quranda Allah Azza və Cəllə buyurur ki, əqimus salah, namaz qılın. Və atuz zəkə, zəkat verin. Allah əmrlədi. İndi mən buna əməl etməliyəm ya yox? Namaz qılmalıyam da, zəkat verməliyəm də. Mən namazı necə qılacam? Quranda yoxdur axı. Onlar buna necə cavab verirlər? Hə, onların şübhəsi var. Onlar nə deyirlər? Onlar deyirlər ki, namazı öyrənmək üçün, namazı qıla bilmək üçün sünnəyə ehtiyac yoxdur. Niyə? Çünki o cəmiyyətdə, yəni bu əqimus salah, namaz qılın ayəsi nazil olanda onlar onsuz da əvvəlki peyğəmbərlərdən, İbrahimin şəriətindən qalma cəmiyyətdə namazın necə qılındığını bilirdilər. Bu cəmiyyətdə, ərəb cəmiyyətində bilinən bir şey idi. Bilinən bir şey olduğuna görə Allah Azza və Cəllə izah etmədən mücərrəd ayə nazil etdi ki, və əqimus salah, namaz qılın. Onsuz da bilinir. Hə? Onu qılın. Yəni, namazı bilmək üçün sünnəyə ehtiyac yoxdur. Bu onsuz da nəsillərdən nəsillərə, hə, bir-birlərindən əməli olaraq, praktiki olaraq ötürülüb və gəlib bugünə çatıb. Belə qulağa yaxşı gəlir. Bizdə bir söz var, necə? Deyirlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Həmin misaldır, ondan da betər. Niyə? Tamam, bu yerdə bunu dedim. Əvvəl belə yanaşırlar. Sonra mövzu, məcra başqa yerə gedəndə bu dedikləri yaddan çıxıb axı. Bizdə bir söz var, deyir, yalancının yaddaşı olmur. Bunlar da yalancı olduqlarına görə, kəzzəb olduqlarına görə, burada bunu deyirlər, bu işgəldən çıxmaq üçün. Güya ki, dırnaq arası cavabsız qalmasınlar deyə. İndi mövzu başqa yerə gələndə bu yaddan çıxıb, hər şeyi açıb qoyurlar ortaya. Məsələn, sual. Bunlar demirlərmi ki, namaz hərə öz dilində qıla bilər? Deyirlər, demirlər. Deyirlər. Sual. Bayaqlar demədi, namazı qılmaq üçün sünnəyə ehtiyac yoxdur. Onsuz da bu nəsillərdən nəsillərə praktiki olaraq, əməli olaraq ötürülüb gəlib. Elə bu nəsillərdən nəsillərə praktiki olaraq, əməli olaraq ötürülən namaz daima ərəbcə qılınıb ya yox? Bu da sənə cavab. Bunlar indi demirlərmi ki, qadın hicabsız namaz qıla bilər? Bunlar indi demirlərmi ki, heyzli qadın namaz qıla bilər və ya oruç tuta bilər? Bunlar indi demirlərmi ki, bütün namazlar 2 rükətdir? Biz deyəndə ki, namazların rükətlərini Qurandan gətir, deyirlər ki, bütün namazlar 2 rükətdir. Zöhr, əsr, məğrib, işa, bütün namazlar 2 rükətdir. Namazın başı açıq və yaxud da başı qapalı qılınması ilə bağlı onu deyə bilərəm ki, bununla bağlı da bir məhdudiyyət yoxdur. Çünki baş örtüsü namaz üçün deyil. Namazın rükətləri harada əksin tapır? Quran-ı Kərimdə Nisa surəsinin 101-ci, 102-ci, 103-cü ayələrində girib baxa bilərsiniz. Məğrib namazı 3 rükət olması harada yazılır? Məğrib namazının 3 rükət olması heç hədislərdə gəlmir.
Özünüzdən Onda necə çıxartmasın. qılırıq onu? 2 rükət qıla bilərsiniz polnu, heç bir problem Necə yox. 2 rükət qıla bilərik? Çox rahatlıqla. Ya onda bu yeni bir dindir də. Yeni din deyil, sadəcə bir biz, yanaşma Ceyhun bax, var. bunlarda Onda sən xəbərimiz denən ki, yoxdur. mən yeni bir din gətirirəm. Qardaş, Tamam. Bu nəsillərdən nəsillərə ötürülüb əməli olaraq bizə gələn bu namaz hansı bir dövrdə heyzli qadın namaz qılıb, başı açıq namaz qılıb, kimsə öz dilində namaz qılıb və ya kimsə 2 rükət namaz qılıb. Tamam, demirsən sünnəyə ehtiyac yoxdur. Qoy olmasın. Bəs bunları hardan çıxartdın? Fikir verirsiniz. Yalançının yaddaşı olmur. Şək yoxdur ki, bu əsassız bir şeydir. Bütün şəri əhkamlar Quranda hansı ki Allah əmr edib, onların bəyanı, izahı sünnədədir. Sadəcə olaraq onlar bu şeylərin izahını Quranda görmədiklərinə görə məcbur olublar bunu deməyə. Məsələn, görsən adam danışır, jurnalist sual verir, elmdən ağız dolusu danışır ki, İslam elm dinidir, İslam belə, İslam belə. Və sonra dəlil gətirir ki, fikir verin, Peyğəmbərə nazil olan ilk ayə İqra bismi rabbikəl-ləzi xalaq. Hansı ayədir? Oxu ayəsi. Hətta Allah Peyğəmbərə ilk dəfə ayəni nazil edəndə nə dedi? Dedi, oxu. Allahın ilk əmri namaz qıl deyil, oruç tut deyil, həccə get deyil. İlk əmri nədir? Oxu. Yaradan Rəbbinin adı ilə oxu deyil. Belə yaxşı gəlir, yaxşıdır. Tamam, sən Qurandan hardan bildin ki, Allah Rasuluna nazil olan ilk ayə İqra bismi rabbikəl-ləzi xalaqdır? Hə? Bu sünnədə gəlib. Musafı da açanda görmürsən. Musafı açanda birinci Fatihə ilə başlayır, sonra Bəqərə ilə. Sən hardan bildin ki, Allah Rasuluna nazil olan ilk ayə İqra bismi rabbikəl-ləzi xalaqdır? Yalancının yaddaşı olmur axı. Çünki o yerdə danışanda elm barədə danışır. Nəsə deməlidir axı. Orada deyir bunu. Amma fərqinə varmır ki, nə deyir? Aydındır və bu cür görürsən ki, təzad içindədirlər. Və xülasə olaraq, deməli biz dedik ki, sünnədə Quran kimi vəhidir. Birinci ona görə ki, sünnədə vəhi, dedik ki, sünnədə Quran kimi hüccətdir. Birinci ona görə ki, sünnədə vəhidir. İkinci ona görə ki, Allah Quranda Peyğəmbərə tabiçiliyi əmr eləyib. Üçüncü də çünki sünnə Quranı bəyan edəndir. Və hər üç əsasa da Qurandan kifayət edəcək qədər dəlillər qeyd elədik. Və son olaraq onlar belə bir şübhə gətirirlər. Ən məhşur onların şübhələrindəndir. Onlar deyirlər ki, Quran qorunub, sünnə isə qorunmayıb. Yəni Allah Azza və Cəllə deyəndə ki, İnna nəhnu nəzzəlnə zikra və inna ləhu ləhafizun. Biz zikri, yəni Quranı nazil etdik və biz onu qoruyacağıq. Allah Quranı qoruduğunu bildirib, bunu vəd edib. Quran qorunub. Lakin sünnə qorunmayıb. İndi sual. Sünnənin qorunduğunun Qurandan dəlili nədir sizcə? Yəni mən deyirəm ki, biz cavab olaraq deyirik ki, yox. Quran kimi sünnə də qorunub. Dəlil elə Qurandadır. Yəni Qurandan dəlil gətiririk ki, sünnə qorunub. Dəlil nədir? Kim deyər? Bəli. Necə? Hansı? Yox. O biz zikri endirdik və biz onu qoruyacağıq. Onu əslində düz deyir, dəlildir. Lakin elə bir dəlildir ki, möhtəməldir. Bu dəlilin qabağında o hansısa şübhə ilə gələcək və deyəcək ki, yox, bu ayədə biz zikri endirdik, məqsəd yəni Quranı. Sənin dəlilin nədir ki, buradakı zikir sünnədir? Aydındır. Açıq aydın bir dəlil. Dəlil nədir? Bəli. Bunlar hamısı dəlildir bizə görə. Amma bunlardan da açıq. Qardaşın qeyd etdiyi ki, biz Quranı və hikməti endirdik. Tutaq ki, hikmət sünnədir. Amma dəlil nədir ki, o qorunub? Əslində bu dəlil ola bilər. İzah edəcəm nə formada, birbaşa yox. Bundan da daha açığı, əslində Quranda bu şeylərin dəlilləri çoxdur. Diqqətlə oxuyandan sonra. Məsələn, dəlillərdən birisi, bayaqları oxuduğum ayə. Və aqimus salah və atuz zəkə. Və salam. Təzvili deyilə. Və aqimus salah və atuz zəkə ayəsi dəlildir ki, sünnə qorunub. Və salam. Məsələ bitdi.
Necə? Yəni, baxın. Bugün 21-ci əsrdə mən, hər hansısa biri, müsəlman, bu ayəni Quranda oxuyur. Və əqimus salah və ətuz zəkə. Namaz qılın, zəkat verin. Tamam. Rəbbim mənə namaz qılmağı, zəkat verməyi əmrlədi. İndi Quranı oxuyuram. Oxuyuram, hələm bitirməmişəm. Niyə oxuyuram? Hətta bu əmr elədiyi namazı necə qılacam, onu axtarım tapım deyə. Və tapa bilmirəm. Bu zəkatı necə verəcəm, onu axtarım tapım deyə. Və onu tapa bilmirəm. Və istər-istəməz məndə bir fikir formalaşır ki, və mən hansı ki, hələm dindən heç bir xəbərim yoxdur. Elə bil ki, İslama dünən gəlmişəm. Biri kafir idi, La ilahe illallah Muhammedur Rasulullah dedi, gəldi İslama. İlk oxuduğu kitab Qurandır. Oxuyur ki, o aqimus salah və atuz zəkə. Namaz qıl, zəkat ver. İndi bu namaz qılıb zəkat verməlidir ya yox? Verməlidir. Və baxır ki, Quranda da bunun qaydası yoxdur. İstər-istəməz onda avtomatik bir fikir formalaşır ki, deməli bu İslam dinində Qur'andan başqa da bir mənbə var. Elə bir mənbə ki, Qur'anda Allahın əmrlədiyi bu əmrləri izah edən bir mənbədir. Və o elə bir mənbə olmalıdır ki, o qorunmalıdır. Niyə qorunmalıdır? Çünki o qorunmasa, Əqimus salah və atuz zəkə ayəsini əməl edə bilmirəm. Başa düşdünüz? Əqimus salah və atuz zəkə ayəsi açıq aydın dəlildir ki, sünnə qorunub. Çünki bu ayələri oxuyan açıq aydın görür ki, hiss edir ki, hətta nə qədər elmi olmasa da, deməli bu dində, İslam dinində Qur'andan başqa bir mənbə də var. Və təbii ki, o mənbə də elə bir mənbə olmalıdır ki, o mənbə qorunmalıdır. Çünki o mənbə qorunmasa, elə təsəvvür edin ki, sünnə qorunmuyub. Bəs bu ayəyə mən necə əməl edəcəm? Necə əməl edəcəm? Ona görə məcbursan deyəsən ki, sünnə qorunub. Və ya bayaqları oxuduğumuz ayə, Allah sənə kitabı və hikməti nazil etdi. Sən artıq bilirsən ki, Peyğəmbərə iki şey nazil olub, kitab və hikmət. Bir anlıq təsəvvür edin, bayaq çəkdiyim misal üzərindən. Biri dünən kafir idi və İslamı qəbul etdi, gəldi, oldu müsəlman. Bu ayəni oxudu. Bu ayədən nə anladı? İslam Peyğəmbəri Muhammedə iki şey nazil olub. Bir Qur'an, bir də nə? Hikmət. Yox, bilmir. Hikmət nədir? Quran və hikmət. Deməli, bu ayədən anlayır ki, İslam Peyğəmbəri Muhammedə iki şey nazil olub. Quranı bildi, əlindədir, oxuyur. Bu indi yazıq hikməti axtaracaq, axtarmayacaq. Məcbur olacaq axtarmağa. Çünki ayədə oxuyur ki, Peyğəmbərə kitab nazil olub, hikmət nazil olub. Sonra başqa ayədə nazil olub ki, o Peyğəmbər insanlara kitabı da öyrədirdi, hikməti də öyrədirdi. Başqa ayədə oxuyur ki, ey Peyğəmbərin zövcələri, evinizdə oxunan Allahın ayələrini, kitabı, hikməti xatırlayın. Quran əlindədir. Bu istər-istəməz hikməti axtaracaq, axtarmayacaq. Və bu da görəcək ki, məzhəbindən asılı olmayaraq, müsəlman ümmətinin ümmət olaraq əlində Allah Rasulunun zamanından bu günə Qur'anla yanaşı, Qur'anla paralel, Qur'andan başqa gəlib çıxan bir dənə mənbə var. O da sünnə. Məcbur olub deyəcək ki, hikmət budur. Niyə? Niyə məcburdur bunu deməyə? Çünki üçüncü yoxdur. Yəni hətta seçim eləsin. Seçim yeri yoxdur. Bu sadə məntiqdir. 2 + 2-dir. Yəni üçüncü, dördüncü şey olsaydı, deyərdin ki, yox, ola bilsin, hikmət bu deyil, budur. Bunu deyə bilmirsən. Çünki sünnədən başqa, Qur'anla paralel, ümmətin əlində başqa bir mənbə yoxdur. Və ya məsələn, bugün biri Ən-Nisa surəsi 59-cu ayəni oxuyur. Bugün فَاِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ اِلَى اللّٰهِ وَالرَّسُولِ. Bir şeydə ixtilafa düşdükdə
onu qaytarın Allaha və Rasuluna. Mən 21-ci əsrdə yaşayan müsəlman. Farudduhu ilallah, bildim. Allaha qaytarmaq onun kitabına. Mən Peyğəmbərə necə qaytarım bunu? Bu işin həllini. Allah Rasulü bizim aramızda yoxdur. Sünnətindən başqa alternativ üçüncü bir şey də yoxdur. Və bütün bunlar dəlildir ki, Quran qorunduğu kimi sünnədə qorunub. Bundan əlavə. Bunlar deyəndə ki, Quran qorunduğu kimi sünnə qorunmuyub. Siz deyəndə ki, Quran qorunduğu kimi Quran qorunub. Quran qorunub deyəndə nəyi nəzərdə tutursunuz? Quranın nəyi qorunub? Quran necə qorunub? Bu önəmlidir axı. Quranın nəyi qorunub? Təkcə yazısı? Yox. Quranın həm yazısı qorunub, yəni bugün əlimizdə, müsəlmanların əlində olandan deyirəm. Yəni xəyali misallar vermirik, real. Quranın yazısı qorunub, xətti, necə yazılıb, elə də gəlib çatıb. Və Quranın tilavəti qorunub, oxunuşu. Və Quranın bəyanı qorunub. Quran qorunub deyəndə bunlar nəzərdə tutulur. Yoxsa sən desən ki, yox, Quranın yazısı qorunub, tilavəti qorunmuyub. Onda necə oxuyacaqsan? Kim necə gəldi oxuyacaq? Öyle xüsusən də ərəb dili. Bir dənə nöqtə bütün mənanı dəyişir. İstədiyin yerə istədiyin nöqtəni qoyacaqsan. İstədiyin yerə istədiyin hərəkəni qoyacaqsan. Faili məf'ul, məf'ulu fail edəcəksən. Necə olacaq bu? Ona görə məcbursan deyəsən ki, Quranın həm yazısı, xətti qorunub, həm də nəyi? Həm də tilavəti. Sonra Quranın bəyanı qorunmuyubsa, tilavətindən fayda nədir? Çünki bayaqları oxuduq ki, Peyğəmbərin gəlişində məqsəd nə idi? Ayəni gördünüz. İnsanlara yətlu aleyhim əyətihi, insanlara Allahın ayələrini oxuyurdu. Və yuallimuhumul kitəbə vəl hikmə. Oxumaq da kifayətlənirdi, yox. Onlara həmçinin kitabı və hikməti öyrədirdi, bəyan edirdi, izah edirdi. Ona görə biz deyəndə ki, Quran qorunub, yəni nə? Quranın nəyi qorunub? Bunu açmaq lazımdır. Quranın yazısı qorunub. Quranın oxunuşu qorunub və Quranın bəyanı qorunub. Əgər deyirsənsə ki, Quranın bəyanı qorunub, elə Quranın bəyanı sünnətdə, deməli sünnə qorunub. Sonra əgər deyirsənsə ki, etiraf edirsənsə ki, Quranın qiraəti qorunub, sual ortaya çıxır. Quranın qiraəti necə qorunub? Hə? Bax, bugün Mədinə musafları var. Olmasın Mədinə musafı, Tunis musafı olsun, Misir musafı, fərqi yoxdur. Bütün musaflar, musafları açın, hər musafın arxasında o musafın sənədi var. Çünki bu mushaf nöqtələnib, hərəkələnib, nəyə əsasən? Sən nəyə əsasən Məlik-i Yevmiddin yox, Məlik-i Yevmiddin oxuyursan Fatihədə. Nəsdə isə uzatmırsan, deyirsən ki, Qul a'udhu bi Rabbin nəs, Məlikin nəs yox, Məlikin nəs. Nə üçün nəsdə uzatmadın, Fatihədə uzatdın? Nəyə əsasən? Niyə ittəxizu məqamə İbrahimə musallə, ittəxizu İbrahimin məqamını namazgah edin. Əmir formasında oxudun. İttəxazu. Keçmiş zaman feilində oxumadın. Niyə? Nəyə əsasən? Oxuduğun Quranın mushafın arxasına bax. Bütün mushafların arxasında yazılır. Bu mushaf nəyə əsasən bu cür hərəkələnib? Nəyə əsasən bu cür nöqtələnib? Deyir ki, Hafsın Asimdən rəvayətinə əsasən. Bir dənə bu cümləyi təkrar edin biriniz. Hafsın Asimdən rəvayətinə əsasən. Nəyinə əsasən? Rəvayət. Rəvayət. Quran da rəvayət yolu ilə gəlib. Quranın oxunuşu. Yox, bəyan, hələm bəyanı demirəm. Mücərrəd olaraq oxunuşu, qirayəti. Heç bəyana keçmirəm.
Mücərrəd olaraq Qur'anın qirayəti var ha. Elhamdülillahi Rabbil alemin. Hə? Bu var ha. Bu rəvayətlə gəlib. Hafsın Asimdən, onun Zir ibn Hübeyşdən, onun Abdurrahman Əs-Sülemidən, onun Ubey ibn Kəabdən, İbn Məsuddan, Osmandan, Əlidən, dördünün Allah Rasulundan, onun Cəbraildən, Cəbrailin də Rəbbindən rəvayətidir. Bugün biz oxuyuruq onu. Əlifə alırsan başqa bir qirayəti, Varş qirayəti. O mushafı açırsan, onun arxasında başqa sənəddir. Varşın Nafidən, onun Əracdən, onun kimdən, onun Abu Hureyrədən, İbn Abbasdan, Ubeydən rəvayətləri onların Allah Rasulundan, Cəbraildən və Rəbbindən. Abu Hureyrə və İbn Abbas Qur'anın sənədindədir. Necə olur ki, Abu Hureyrə rəvayət elədiyi, Qur'anı oxuyursan, rəvayət elədiyi sünnə rədd eləyirsən? Və fikir verin, bu kişilər tək sünnəni, tək Qur'anı nəql etməyiblər axı. Yəni Abu Hureyrə, Qur'anı bizə nəql edən Abu Hureyrə, Qur'anı bizə nəql edənlərdən birisi Abdullah ibn Abbas, o cümlədən də sünnəni nəql edib. Sünnə inkarçısı olmayıb. Necə olur bu? Onda bu 21-ci əsrdə çıxan bu hoqqa nədir? Bunun adı nədir? Yəni fikir verin, Qur'an özü də rəvayət yolu ilə gəlib. Çünki bunlar sünnəni vurmaq üçün nə deyirlər? Deyirlər ki, sünnə rəvayət yolu ilə gəlib. Bəs Qur'an nə ilə gəlib? Qur'anın qirayəti də rəvayət yolu ilə gəlib də. Sünnənin sənədi olduğu kimi, Qur'anın da sənədi var. Sünnədə səhih hədislərlə paralel, zəif hədislər olduğu kimi, Qur'an qirayətində də səhih qirayətlərlə yanaşı, zəif, hətta uydurma qirayətlər var. Məsələ budur. Və məsələn nə deyirlər? Deyirlər ki, sünnə, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisləri neçə əsr sonra yazıldı? Neçə əsr sonra? Məsələn, Buxari, Əhmədin Musnədi, İmam Malikin Muvattası və s. Quran qirayətləri də belə olub. Sadəcə olaraq bu bədbəxtlərin bu şeylərdən xəbəri yoxdur. Yəni, sünnə bizə necə gəlibsə, Quran da elə gəlib. Və salam. Rəvayət yolu ilə gəlib və müəyyən bir vaxtda kitablara köçürülüb. Quran qirayətləri də belədir. Bax, adi bir misal. Bayaqları Asim qirayətinin sənədini dedim. Hafsın Asimdən, Zir ibn Hübeyşdən, Abdurrahman Əs-Sülemidən, onun Allah Rasulunun bəzi sahabələrindən, onların da Allah Rasulundan rəvayəti. Bu qirayətin adı nədir? Asim qirayəti. İmam Asimə nisbət edilir də, düzdürmü? İmam Asim bunu qələmə alıb, qələmə almayıb. İmam Asimin vəfatından neçə əsr sonra bu Quranın bugün yer üzündə oxunan 7 əsas qirayəti ki var ha, və hər qirayətdə də Quran çap olunur. Hər qirayətdə. Və hamısının da ayrıca sənədi var, tavatürən. Və bu qirayətlərin sahibləri heç biri bu qirayətləri yazmayıb. Bu qirayətləri ilk dəfə qələmə alan bilirsiniz kim olub? Yazılı olaraq İmam Əbu Bakır ibn Mücahid. Hicrətin 4-cü əsrində yaşayıb. Kitab-ı Səb'a fil qiraət. İmam Buxarıdan da sonra. Yəni, Qur'anın qiraətləri tədvin olunmamışdı. Sünnə tədvin olunmuşdu. Sən nə danışırsan? Başa düşürsünüz bu nə deməkdir? Yəni, əgər sən İmam Malikin Muvattasına şəkk eləyirsənsə, onda Quran qirayətlərindən ümumiyyətlə gərək danışmayasan. Çünki İmam Malik və İmam Əhməd ilk dəfə Quran qirayətlərini tədvin edən İmam Əbu Bakır ibn Mücahiddən neçə əsr qabaq yaşayıb. Amma bu nə deməkdir? Bu o deməkdir ki, cəmaat Quranı İbn Mücahidə qədər oxumurdu, oxuyurdu. Biz dedik axı bunlar var idi. Nəsillərdən nəsillərə, sinələrdən sinələrə ötürülürdü. Biz mücərrəd olaraq tədvindən danışırıq. Bax, sünnədə belə olub.
Gəlib deyəndə ki, İmam Buxari Peyğəmbərdən neçə əsr sonra yaşayıb, nə olsun? İbn Mücahid də Peyğəmbərdən və ya qiraət imamlarından neçə əsr sonra yaşayıb da nə olsun? Cəmaat Quran oxumurdu, oxuyurdu. Bu mücərrəd tədvin idi. Hətta unudulmasın. Hədis yazımı da həmçinin. Hədislər var idi. Yazılırdı. Bir-birlərinə ötürülürdü. İmam Buxarinin Səhihi, İmam Əhmədin Musnədi, Malikin Muvattası, Sünnənlər və s. bunlar sadəcə olaraq nədir? Tədvindir. Hətta Peyğəmbərin sünnəti aradan getməsin. Xülasə sözümün canı nədir? Quran bizə necə gəlib çatıb, bunu bilən bir adam, bu barədə azacıq elmi olan bir adam yəqinən bilir ki, Quran bizə necə gəlibsə, sünnə də bizə elə gəlib. Aralarında heç bir fərq yoxdur. Heç bir, həm də ki, qardaşlar, bu ümmət, ümumiyyətlə isnad ümmətidir. İsnad. Bu ümmətə xasdır. Nə bu Yahudilikdə olub, nə Nəsranilikdə. İsnad yəni sənəd. Din bizə belə gəlib. Qardaşlar, din yazı ilə gəlməyib. Quran yazı ilə qorunmuyub. O cümlədən də sünnə. Bilirsiniz niyə? Çünki Quran yazı ilə qorunsaydı, Tövratla İncil qorunardı da, yazılmışdı. Quran yazı ilə qorunsaydı və ya sünnə, din, kitabə ilə, yazı ilə qorunsaydı, onda Tövrat və İncil daha yaxşı qorunmalıydı. Niyə? Çünki tam kitab halında nazil olmuşdu, hazır idi. Amma Quran 23 ilə katiblər tərəfindən yazılırdı, cürbəcür yerlərə. Hansı daha çox qorunmalıydı? Tam kitab kimi nazil olan? Yox. Mücərrəd yazı nəyisə qorunmur. Niyə? Sual verirəm, yazıya müdaxilə eləmək, nəysə artırmaq, çıxarmaq, pozmaq, qaralamaq asandır, çətin? Asan. İndi bilirsiniz Tövrat niyə təhrif olunub? İndi bilirsiniz əlimizdə niyə İncil yoxdur? Buna görə. Çünki İncilin və Tövradın hafizləri olmuyor. Qur'anın və sünnənin hafizləri olduğu kimi. Demək istədiyim budur ki, Qur'an yazı ilə qorunmuyub. Qur'an əzbərlə qorulub, sinələrdən sinələrə ötürülüb. Əgər belədirsə, sünnə də belə gəlib də. Sən niyə yazıya bağlayırsan? Qur'an necə gəlibsə, sünnə də elə gəlib. Qur'an necə qorunubsa, sünnə də elə qorunub. Fikir verin, Osman radiyallahu anhunun xilafətində musaflar artırılanda 6 dənə, 7 dənə musaf artırılmışdı, yazılmışdı. Qoy olsun 10 dənə, 15 dənə. Bəzi sahabələrin də öz yazdıqları musaflar bir, onun da mən əlavə elədim 20. Sizin xətrinizə bir 30'a qaldırdıq, onların xətrinə 50 elədik. Heç nə dəyişməyəcək. Yer üzündə minlərlə Qur'anı əzbər bilən var idi ya, yox idi. Onlar hardan öyrənmişdilər onu? Onlar heç o musafları bəlkə də görməmişdilər. Dildən. Quran belə gəlib. Yazı ilə gəlməyib. Ona qalsa sual verirəm. Bugün əlimizdə, İslam ümmətinin əlində həmin sahabələrin dönəmində yazılan Quran var ya, yoxdur? Yoxdur. Yoxdur. Ən qədim tapılan, o da bir neçə il bundan qabaq tapıldı. Ən qədim o karbon testinə tabi tutublar, ortaya çıxıb ki, təxmini xilafət dönəminə, Raşid xəlifələrin dönəminə gedib çıxır. Quran səhifələrdir, cəmi 2 səhifə. Cəmi 2 səhifə. Ona qalsa o cür sünnədən də var. Məsələn, Muvattanın bəzi vərəkləri tapıldı. İmam Malikin öz zamanına gedib çıxan. İndiki Muvatta ilə tutuştursan eyni gəlir. Eyni sənəd, eyni hədis, eyni yerdə. Heç nə dəyişməyib. Yəni bugün əlimizdə də Quran yoxdur yazı şəklində. Bu önəmli də deyil. Çünki Quran belə gəlməyib, sünnə belə gəlməyib. Aydındır. Ona görə biz deyirik ki, Quran necə bizə gəlib çatıbsa, sünnə də elə gəlib çatıb. Və Quran necə qorunubsa, sünnə də elə qorunub. Və həmçinin biz əlavə olaraq deyirik ki, baxın, sən
hədis inkarçısı. Bu sözə fikir verin. Sən hədis inkarçısı. Bu Qur'anı hardan götürmüsən, kimdən götürmüsən? Sən 21-ci əsrdə yaşayırsan, 20-30 il bundan qabaq dünyaya gəlmişsən, bugün əlində Qur'an var. Bu Qur'anı sənə, bu dövrə kim çatdırıb? Bu İslam ümməti çatdırmayıb? Hə? Bax, həmin İslam ümməti biz deyirik ki, Qur'anla yanaşı sünnəni də çatdırıb. Yəni, sən bu Qur'an barədə, bu ümmətə, bu ümmətin əlində olan bu Mushafa Qur'ana etibar edirsən ya yox? Etibar elədiyin bu ümmət Qur'anı olmayıb. Etibar elədiyin bu ümmət hədis inkarçısı olmayıb. Bu ümmət əvvəlindən təkcə Qur'an bizə kifayətdir deməyib. Ta Allah Rasulunun zamanından bugünəcən Qur'anla birlikdə həmçinin sünnəni də nəql ediblər. Və son olaraq dərs əsnasında buna toxundum. Dedim ki, əslində bu hədis inkarçılığı bir bəhanədir. Məqsəd nədir? Allahın kəlamını, Qur'anı təhrifləmək. Lakin bunlar önlərində bariyer kimi, maniyə kimi sünnəni görürlər. Çünki sünnə ortada olduğu müddətcə sən Qur'anı istədiyin formada, nəfsivə uyğun təhrif edə bilməyəcəksən. Ayələrə istədiyin mənanı verə bilməyəcəksən. Ona görə məcbur olublar, nə ediblər birinci? Sünnəni inkar ediblər və sonra baxın bunların halına, indiki halına. İndi artıq başlayıblar Qur'ana təni etməyə. Məsələn, bizdəki o Qur'an inkarçısı Miri artıq neçə ildən sonra cəmaatı müəyyən səviyyədə hazırlayandan sonra neçə ay bundan qabaq dərs buraxıb, dərsin adına baxın. Dırnaq arası ümmətə verdiyi faydaya baxın. Millətə verdiyi fayda. Dərsin adı. Qur'anda yazı, imla xətaları var ya yox? Cavab var. Qur'anda imla xətaları var ya yox? Cavab var. Baxın, orada baxıram ki, səhv sözündə əlif yoxdur bu dəfə. Niyə yoxdur? Bu hərf səhvi deyilmi? İmla xətası deyilmi? Aha, bu indi nəyə hazırlıq görür? Nəyəsə hazırlıq görür ya yox? Nəyəsə hazırlıq görür. O da nədir? Çünki bu Qur'anı özü necə istəyir elə təhrif edir, təvil yox, təhrif edir. Sadəcə olaraq bəzi ayələri təhrif edəndə edə bilmir. Oradakı hansısa kəlmə, ərəb dili buna maniyə yaradır. Ona görə qoy desin ki, bu ayədə bu kəlmə düz yazılmayıb. Qur'anda imla xətası var. İndidən buna hazırlıq görür. Bunu bildik. Sonra deyir ki, bu Qur'an qirayətləri var ha. Qur'an qirayətlərinə şəkk edir. Qur'an qirayətlərinə şəkk edir. Yəni bildiyimiz əlimizdə olan Qur'anın oxunuş formaları yoxdur. Deyir onlar necə var elə gəlməyib. Problemlər var orada. Amma bunlardan sonra da bilirsiniz ki, qirayətlərlə bağlı məsələlər ortaya çıxıb. Həmin o nöqtələnənlərdən sonra həmin o sözün, Qur'an-ı Kərimdəki kəlmənin hansı formada oxunmağı. Yəni ərəb dilində sait yazılmayıb heç bir zaman. Amma sonraki dövrlərdə Qur'anın daha asan başa düşülməsi, daha düzgüncəyə oxunması üçün həmin o hərəkələrdən istifadə olunur. Daha düzgüncəyə oxunması üçün həmin o hərəkələrdən istifadə olunur. Hərəkələr ancaq və ancaq Qur'ana aid edildi. Bunu da niyə elədilər? Sonraki dövrlərdə müsəlman olan yeni insanların Qur'anı oxuyarkən yanlış oxumamaları üçün. Amma bunu eləyərkən hamısı düzgünmü ifadə elədilər? Yəni mən eyni fikirdə deyiləm. Amma bunu eləyərkən hamısı düzgünmü ifadə elədilər? Yəni mən eyni fikirdə deyiləm. Bu mənim subyektiv fikrimdir. Deməli, Qur'anın yazısında problem gördü. Gördü. Dedi ki, Qur'anda yazı xətaları, imla xətaları var. Qur'anın qiraətlərində problem gördü. Öz üçün mümbit şərait hazırlayır.
Hətta sonra desin ki, hansı ayəni təhrif edəndə. Bu ayədə bu kəlmə düzgün yazılmayıb. Və ya bu ayəni oxuyanda düzgün oxumayıblar. Nöqtə altda olmalıydı, üstə qoyublar. Bunu kim çıxartdı? 21-ci əsrdə mən. Bəs 14 əsrdə cəmaat bu cür oxuyurdu axı, olsun da səhv oxuyublar. Bunu mən çıxartmışam. Harda? Dünənləri axşam yatanda yuxuda görmüşəm. Və belə də deyir. Məsələn, 2 dənə misal verəcəm. Biri barədə danışmışdım bu yaxınlarda, qardaşlar yerləşdiriblər. Deməli, Uca Allah ayədə Musa aleyhissalama xitabən deyir ki, فَخْلَعْنَ عَلَيْكَ اِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوَى Ey Musa, çarıqlarını çıxar, həqiqətən də sən müqəddəs Tuva vadisindəsən. İndi bu ayəni bu tərcümə edir. Daha doğrusu təvil edir. Daha doğrusu təhrif edir. Necə? Deyir ki, hər kəlməyə, bunun tərcümə üslubunu deyirəm sizə, hər kəlməyə bir dənə məna verir. Bu bütün dillərdə var. Məsələn, deyir ki, fəxlə, ixlə, çıxar, xulu sözündəndir, xulu, talaq, o mənada, tuvaya bir məna verir, müqəddəsəyə bir məna verir, hamısına bir məna verib, indi gəlib şeydə ilişib, nə'leyikdə, bu da təsniyyədə gəlib, nə'l nədir? Nə'l, yəni çarıqlar, o da təsniyyədə ikilikdə gəlib, fəxlə nə'leyik, ey Musa 2 çarıqlı çıxar. Nə deyib? Deyib ki, burada nöqtə yuxarıda yox, aşağıda olmalıydı. Fəxlə, yəni nə'leyik yox, bə'leyik. Quran barədə deyir bunu. Bu ki, sünnə deyil. Quran barədə. Deməli, indi qeyd eləyəcəyim bu məsələni bəlkə də həqiqətən siz xəyal gücünün məhsulu olduğunu deyərək qəbul etməyə bilərsiniz. İnanın, sizi başa düşürəm. Amma heç olmasa belə bir versiyanın, alternativ düşüncənin, fikrin də olduğunu nəzərə almağınız üçün mən istəyirəm həmin o məsələni burada sizinlə bölüşüm. Bilirsiniz ki, ərəb dilində naleyka sözündə həmin o birinci hərf nun hərfidir. N hərfi deyə bildiyimiz nun hərfidir. Üstündə bir nöqtə yazılır. Həmin nöqtə altda yazılanda bilirsiniz ki, hərf o dəqiqə avtomatik olaraq bə olur. Yəni nöqtənin üstdə deyil, altda yazılması fərqli mənaya səbəb olur. Yəni nəleykə yox, bəleykə. Bunun Quranı tərcümə etməsi necə eləyir? Məsələn, misal deyək, bizim dildə mən deyirəm ki, mən bazara getmək istəyirəm. Başa düşülməyən bir şey var burada. Yəni Azərbaycan dilində. Yox. İndi gəl belə fərzləyək ki, Quran Azərbaycanca nazil olub. Mən bazara getmək istəyirəm, bu da Quranda bir ayədir. Bu bizim miri də, məsələn, fransızdır, ya ərəbdir, ya ingilisdir, yəni Azərbaycanlı deyil. İndi Azərbaycanca nazil olan Quranı öz dilinə tərcümə eləmək istəyir. Bu ayəni görün necə tərcümə edəcək. Mən bazara getmək istəyirəm. Mən, deyəcək ki, ey cəmaat, baxın, Azərbaycan dilində mən, biri var şəxs əvəzliyi mən. Bir də Azərbaycan dilində belə bir şey var, adamın mənliyi. Bu ayədə bu mənadadır. Bazara getmək istəyirəm, bazar. Baxın, Quranın nazil olduğu, bu kitabın nazil olduğu Azərbaycan dilində belə bir ifadə var ki, məsələn, Azərbaycanlılar deyir ki, mənim üçün bazar açma. Burada o mənadadır. Neysə, getməyə də bir söz tapır, istəyirəm bir söz. Axırda mən bazara getmək istəyirəm mənası, yəni mənim mənliyimə toxunma, burada bazara asma, səni vuraram. Ayənin mənası budur. Ayələri belə təvil edir, təhrif edir. Təsəvvür edin, fəxlə'nə aleyk innəkə bilvadil müqaddəsi dua. Ey Musa, çarıqlarını çıxar, bu xəyali misal deyil, ha? Bu həqqi misaldır. Özü deyir. Ey Musa, çarıqlarını çıxar, müqəddəs Tuva vadisindəsən. Tamam, deyir ki, tərcümələr səhvdir. Quranın tərcümə olunmadığı dil var. Bütün dünya dillərində Quranı oxuyan səhv oxuyub. Tamam, tərcümələr səhvdir. Ey ərəb, gəl bura. Oxu bu ayəni. Tərcüməyə ehtiyac yoxdur. Oxu ayəni. Nə başa düşdün? Deyəcək ki, fəxlə'nə aleyk innəkə bilvadil müqaddəsi dua aydındır da. İzah edəcək ki, ey Musa, çarıqlarını çıxar. Heç burada başa düşülməməlidir bir şey yoxdur. Tamam, sən Azərbaycanını allatdın.
tərcümə səhv olub. Bəs ərəbə nə deyəcəksən? Allah Quranda demirmi ki, İnna ənzəlnahu Qur'anan arabiyyan la'allakum ta'qilun. Biz Qur'anı açıq-aydın ərəbcə nazil elədik ki, anlayasınız. İndi təzada fikir verin. Başqa vaxt nə deyirlər Qur'anilər? Demirlər ki, sünnətə ehtiyac yoxdur. Qur'an açıq-aydındır. Qur'an açıq-aydındırsa, Qur'an necə açıq-aydın kitabdır ki, ərəb fəxla'nə aleyki oxuyur, başa düşmür sənin başa düşdüyünü. Tərcüməsi bunu tərcümə edə bilmir. Bu necə açıq kitab oldu? Təzada fikir verirsiniz. Yalançının yaddaşı olmur axı. Həmin misaldır. Bu ayə bilirsiniz necə məna verir? Ey Musa, çarıqlarını çıxar. Hər kəlməyə bir dənə məna verib, o bayaqki kimi mənim mənliyimə toxunma, hə, mənim üçün bazar asma, səni vuraram, o cür. Hər kəlməyə bir məna verib, axırda ortaya bu mənanı çıxarıb. Fəxla'nə aleyk İnnəkə bilvadil müqaddəsi tuva, təbii ki, nə'leykə də məna verə bilmədiyinə görə, fırrada bilmədiyinə görə onu da eləyib ba'leyk, hə, təhrif, axırda deyib ki, bu ayədə Tuva vadisindən, çarıqdan, çıxart, heç nədən söhbət gelmir. O Musa aleyhissalam ki, birini vurub öldürmüşdü ya. Ayənin mənası odur ki, ey Musa, ged onun ailəsini tap, onun qan pulusunu ver, ona halallaş, bir özünü təmizə çıxar. Ayənin mənası bu imiş. Qardaş deyir, şeytanın ağlına gəlməyən düz deyir. Çünki 14 əsrdir şeytanın ağlına gəlməyib bu. Təsəvvür edirsiniz? Surəsinin 12-ci ayəsinə necə tərcümə edilmişdi? Deyilirdi ki, orada həqiqətən mən sənin Rəbbinəm, başmaqlardan və yaxud da nəleyni çıxart, çünki sən müqəddəs Tuva vadisindəsən. Belə bir tərcümə verilir. Gözəl insanlar, dəyərli dostlar, əziz bacı qardaşlarım, əslində bu ayədə nə vadidən bəhs edilir, nə ayaqqabıların çıxarılmağından bəhs edilir, nə başmaqlardan bəhs edilir, nə dağdan bəhs edilir, nə də hansısa müqəddəs bir məkandan bəhs edilir. Bunların heç birindən söhbət açılmır, heç biri danışılmır, gündəmə gətirilmir. Bu ayə Musa Peyğəmbərin törətdiyi cinayətin açıqlamasıdır, izahıdır, təfsiridir. Həmin o surənin 12-ci ayəsinə başa düşdüyüm, çıxardığım tərcüməni vermək istəyirəm ki, orada da belə verirəm ki, yəni şübhən olmasın ki, mən sənin Rəbbinəm. Hər şeydən əvvəl qarşı çıxdığı üçün öldürdüyünün yaxınları ilə diyət əvəzində razılaş. Sənin bu diyətinlə cinayət təmizlənəcəkdir. Başqa bir ayə, buna da tamamlayıram. Buna da tamamlanır dərs. Üzürlü bilin, biraz uzun oldu. Yenə də onun öz dilindən. Təbii ki, bunlar bir qayda qoyublar ki, bütün möcüzələri inkar edirik. Və Qur'anda Peyğəmbərlərin möcüzələri ilə əlaqəli bütün ayələri inkar ediblər. Təhrif ediblər. Məsələn, o ayələrdən birisi Əli İmran surəsi 46-cı ayə. Allah Azza və Cəllə İsa barədə xəbər verərək buyurur ki, və yukallimun nəsə fil məhdi. İsa insanlarla beşikdə danışacaq. Möcüzədir ya yox. Təzə doğulan uşağın beşikdə danışması möcüzədir ya yox. Möcüzədir. Bunlar da möcüzəni inkar edirlər. Əli İmran surəsi 46-cı ayədir. Bilirsiniz də? Bunun bir daha təfsiri çıxıb. Əli İmran surəsinin təfsiri. Bu da Əli İmran surəsindədir axı. 46-cı ayədir. Və yukallimun nəsə fil məhd. İndi görək Miri bunu necə tərcümə edib. Və yukallimun nəs fil məhd. Əsas burada problem məhd problemidir. Məhddə beşikdir. Get çoban ərəbdən tut, aliməcən, uşaqdan tut, qocayacan. Can verən ərəbdən get soruş ki, məhd nədir? Deyəcək ki, beşikdir. Aydındır. Hindi bunu başqa cür izah edə bilmir axı. Bilirsiniz nə deyib? Nə aleyki ba'leyk elədiyi kimi deyib ki, məhd yox. O da belə deyir. Vallahi belə də deyir. Deyir ki, bu ayəni mən deyir, əvvəldən oxuyandan bu ayə deyir, mənim ağlıma batmırdı. Allahu akbar. Deməli, adam ağlını belə də deyir. Deyir, bu ayə mənim deyir, ağlıma batmırdı. Çatmırdı mənə. Deməli, adam ağlını Qur'ana yox, Qur'anı ağlına tabi eləyib.
Mən adicə bir misal deyim. Baxın, bu kitabı işləyərkən, bu ayəni işləyərkən mənim bununla bağlı həqiqətən xeyli vaxtım getdi. Hətta aylarım keçdi deyə bilərəm. Çünki bu heç cürə beynimə yatmırdı. Bu heç cürə beynimə yatmırdı. İnana bilmirdim ki, Qurani-Kərimdə İsa Peyğəmbərin beşikdə danışması ilə bağlı belə bir məsələ olsun. Yaxşı, məndə belə bir suallar yaranırdı. İsa Peyğəmbər uşaq vaxtı danışarkən uşaq kimi hecalayaraq mı danışdı, yoxsa bizim kimi adi formada mı danışdı? Daha sonra danışandan sonra İsa Peyğəmbərin danışması dayandı mı, sonraki dövrlərdə başlayıb yenə uşaq kimi hecalayaraq danışmağa başladı mı, forması dəyişdi mi, səsi uşaq vaxtı başqa bir formada mı çıxdı, sonradan böyük bir yetkin insanın səsinə uyğun olaraq mı gəldi? Ona görə bu məsələ həmişə məni düşündürürdü. Və bilirsiniz nə deyir? Deyir, bunu məhid yox, muhud oxuyaq. Muhudda nəyə deyirlər? Hündür bir təpəliyə. Yəni sən insanlarla bir təpənin üstündə danışasan. İndi orada təpə mənasını verməyib, yəni ali bir məqamda, hündür bir məqamda. Və Quranın da qardaşlar belə qirayəti yoxdur ya. Quranın belə bir oxunuşu yoxdur. Heç bir qirayətdə nə aleyk, ba'aleyk deyil. Məhid, muhid deyil. Bunu 21-ci əsrdə bu çıxarıb. Hərəkə varmı? Xeyir. Nöqtə varmı? Xeyir. Amma məsələn bu nüsxədə qoyularaq orada Məhdi sözü artıq beşik mənasında istifadə ediləcək bir mənaya gəlib. Ona görə də mən ayədəki həm Məhdi, həm də Muhdi kimi oxunması mümkündür bu sözün. Bilirsiniz, hərəkə olmadığına görə. Orada mən bunu qeyd eləyəndə İsa Peyğəmbərin ali məqama yüksəldilməsi ilə, yəni Peyğəmbərlərin verilməsi ilə əlaqələndirdim. Bu Əli İmran surəsi 46-cı ayədə Məhdi neynədir? Muhd elədi, təhrif elədi. İndi bu Əli İmran surəsini təfsir edib baxı. Məryəm surəsi 29-a gəlib çatmayıb. O yaddan çıxıb. İndi ayəyə fikir verin. Yahudilər gəlib Məryəmə tənə edəndə Allah Azza və Cəllə buyurur. Məryəm 29-da. Fəəşarat ileyh. Məryəm uşağa işarə elədi. Qalu. Yahudilər dedilər. Keyfə nukallimu mən kənə fil məhdi sabiyyə. Biz beşikdə olan körpə ilə necə danışaq? Burada sən özünü qaldır göyə, çırp yerə, Məhdi muhd deyiləsən, heç nə edə bilməyəcəksən. Niyə? Çünki gəlir ki, fil məhdi sabiyyə. Sabi bilirsiniz nəyə deyilir? Balaca körpə uşağa. Fil məhdi sabiyyə. Keyfə nukallim. Biz necə danışaq? Əgər buradan bir möcüzədən söhbət getmirsə, beşikdə olan təzə doğulan uşağın danışmasından söhbət getmirsə, Yahudilər niyə dedilər ki, keyfə nukallim? Biz necə danışaq? Danış da, böyük adamdır da. Çünki fəşarət ileyh. Uşağa işarə elədi. Onlar da təəccüb elədilər ki, keyfə nukallimu mən kənə fil məhdi sabiyyə. Beşikdə olanla necə danışaq yox. Fil məhdi sabiyyə. Beşikdə olan körpə ilə necə danışaq. Burada Məhdi muhid də eləyə bilməyəcəksən. Bax, bunların halı budur. Xülasə, Qur'an hədis inkarçılığından Qur'an inkarçılığına aparıb çıxaran yol. Üzürlü bilin, biraz uzunçuluq oldu. Barakallahu fikum və sallallahu ala Muhammed və ala alihi və sahbihi və sallam. Allah senden razı olsun. İnanırsan lezzet eder ya. Yok, bu son zamanlarda yaman problemi diye inanırsan böyle izah edememiştir herhalde. Allah sana bereket versin. Adam Hazreti Meryem'e işte iftira attı. Ne dedi? Çift cinsiyetlidir. Böyle diyen namerttir. Böyle bir şey söylemedim. Asla ve kata. Bu kelimenin bir harfi olsun ağzımdan çıkmadı. Yalan konuşuyorlar. Bunlar tam birer yalancı. Hazreti Meryem'in vücut yapısının farklı olduğu ve sadece ona ait bir özellik olarak Kur'an-ı Kerim onu Hazreti Meryem'e özel kıldığını beyan ediyor. İçkilerdeki döllenme işinin
yabancı döllenme ile kendine döllenme noktasında farklılık arz ettiğini ve muhtemelen Hz. Meryem'in vücut yapısında hem erkek hücrenin hem dişi hücrenin bulunması ve Hz. Cebrail ile karşılaştığında o korkunç sarsıntıyla beraber o döllenmenin meydana geldiği izah edilebilir. Hocam bunu Evet. ilk defa duydum. Hazreti Meryem'in genital organlarında, üreme sisteminde erkek ve dişi hücrenin bulunduğunun işareti olduğunu söylüyor. Hazreti Meryem'de hem erkek hücre üreten sistem var, hem kadın yumurtası üreten sistem var. Biri erkekleri nitelendiren zamirdir, biri kadınları nitelendiren zamirdir. Buna işte hermafrodit deniyor. Buna işte hermafrodit deniyor. Adam Hazreti Meryem'e işte iftira attı. Ne dedi? Çift cinsiyetlidir. Böyle diyen namerttir. Böyle diyen namerttir. Kur'an'da namaz vardır. Evet. Bunu bildiriyorum. Namaz vardır. Ama Kur'an'daki namazın ne vakti vardır, ne rekat sayısı vardır. Herkes istediği kadar namazını kılar, istediği zamanda kılar. Ve ilk programlardan birinde de söyledim. Kur'an'daki olan namaz gerçek namazdır. Ve o gerçek namaz münferit yapıldığı zaman, topluma çıkılmadığı zaman abdestsiz de kılınır. Bir de bu elçilerin bu dağda, mağarada falan olmasının sebebi ne? Hep vahiyler niye orada gelir? Yeni Amerika'dan geldi. Yani. Amerika'da bir biyokimyacı dedi ki ben Allah'ın elçisiyim. Sen onu dinledin mi? Hiç inceledin mi? Ama işte o kendini öyle zannetmiş. Yani. Öyle. Yo az önce ne dedin? Niye dağda mağarada geldi? Bak kardeşim şu zamanda geldi bu adam. Al ben Allah'ın Peki o adama ne diyorsunuz şimdi siz? Ne diyorum? Ne diyorsun? O zamanda Peygamber gelmiş mi ne diyorsun? Ben diyorsunuz? diyorum elçiydi o adam. Hangi kim? İşte bak merak bile etmemişsin. Reşat Halife. Ona ne diyorsun? Onu inceledin mi? Yani siz onu kabul ediyorsunuz. Tabii ona Allah'ın elçisi olarak. Size geldi mi? He? Size geldi mi? Reşat Halife'nin çırağı Biliyorum. Yani hayır, size de vahiy geldi mi? Bana da geldi bir kere, evet. Ben şimdi ne diyeyim artık? Ne diyeyim? Tövbe suresinin son 2 ayeti olduğu iddia edilen 9. surenin 128 ve 129. ayetleri olduğu iddia edilen iki cümlenin ben 19 sisteminden dolayı Kur'an'a ait olmadığını düşünüyorum. Kitabınızın 37. sayfasında sahte ayetler başlığını taşıyan 37. sayfasında Tevbe suresinin son 2 ayetinin sonradan uydurulduğunu söylüyor musunuz? Evet veya hayır. Nedenini ayrıca soracağım. Yok tabii onların ayet olmadığına inanıyorum. Yani Kur'an'ın ayet olmadığına inanıyorum. Halen bu konuda aynı görüşte misiniz? Evet. Okuduğumuz ayetlerin tamamından şu sonuca geliyoruz. Esasında Kur'an'da içki içmek değil, sarhoş olmak haram kılınmıştır. Ne demek istiyorum? Bunun anlamı ne? Bunun anlamı bir insan sarhoş olmazsa 2 tek rakı içti diye harama girmiş olmaz. 5 vakit namaz kılıyorsunuz değil mi? Şimdi ben eskiden kılıyordum. Şu anda zaman zaman kılıyorum. Çünkü namazın da gönüllü olduğunu. Yani hiç mi namaz kılmıyorsunuz? Kılıyorum canım. Yani 5 vakit Cuma namazına gidiyorum ama 5 vakit namazı gün içinde kılmıyorsunuz. kılmıyorum. Kılınmaması, öyle bir şey olmadığını savunuyorum. İçinden geldiği zaman yapacaksın. Kur'an-ı Kerim'de namaz kılmamanın cezası yok. Oruç tutmamanın cezası yok. İçki içmemenin cezası yok. Başını örtmemenin cezası yok. Allah'a inanmamanın, peygambere, cennete, cehenneme inanmamanın cezası yok. Şöyle Bey, sizcə ibadət eləməyənlər, namaz qılmayanlar cəhənnəmə gedəcək? Allah Quran-ı Kərimdə çox maraqlıdır ki, namaz qılmayanın bir cəzasının olduğunu bildirmir. Bir adam ateistse benim açımdan hiçbir sorun yok. Hatta ateistler hakkında dini dünyada en ileri görüşleri savunmakla bilinen birisi. Ateistler inanmasa da iyi insan, dürüst insan oldukları için benim inancıma göre onlar cennete bile girebilir diyorum. Onları cennete sokuyorum yani. Onlar böyle şey görmeseler de. Yani senin inanman önemli değil. Allah senin inanıp inanmamanla ilgilenmiyor. Allah insanın kendisine inanıp inanmamasıyla ilgilenmiyor. Bana inanmadın diye ben seni yakarım. Yok böyle bir şey. Siz diyor birbirinize iyi davranın. Doğru olun, dürüst olun, adaletli olun. Tamam, bitti. İstersen ateist ol. Hiçbir sorun yok.
Ben deizmi bir problem olarak görmüyorum. Onun için deizm nereden baktığınıza bağlı. Ben bir gelişme olarak görüyorum. Çünkü deizm Allah'ın varlığını kabul eden, etme üzerine oturur. Sənin fikirlərinlə tanış olanda, oxuyanda, dinləyəndə səni, məndə açıq belə bir təsəvvür yaranır ki, Elşad Miri hesab edir ki, o məzhəbçilik girdabına düşmüş kütlədən elə ateistlər yaxşıdır. Mənim ən çox diqqətimi cəlb edən məsələ bizə möcüzə kimi təqdim edilən anlayışın əslində olmadığı fikrinə gəldi. Məsələn, nə idi möcüzə? İsa Peyğəmbər güya quş düzəltdi, üfürdü, uçdu. Musa ağacla suya vurdu, dəniz yarıldı. Güya qarışqa Süleymanla danışdı. Baxırsınız ki, qardaş, bunların kökünə getdikcə, bunlar bizə sonradan uydurulan nağıllardır. Ayələrimiz ona oxunduğu zaman bu keçmişdəkilərin əsatirlərindəndir deyər. Biz onun burnuna damğa vuracağıq.